ekskursiyaçısı Günel. Bugün təşkil etdiyimiz tədbirimizin mövzusu Böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı və onun fəlsəfi dünya görüşünə həsr olunmuşdur. Nizami Gəncəvi yalnız söz ustadı deyil, eyni zamanda dərin düşüncələri, insan, cəmiyyət və kainat haqqında baxışları ilə şərq dünya fəlsəfi fikrinə mühüm töhfələr vermiş bir müdrikdir. Bu mövzuda daha ətraflı çıxış etmək üçün mütəxəssislərimizi dəvət etmişik və onları təqdim edirəm. İlk öncə Aygün Əlizadə, Filologiya Elmlər Doktoru, Dosent. Buyurun Aygün xanım. Aygün xanım. Bəli. Mən də sizin hamınızı salamlayıram. Təşəkkür edirəm mənə də söz verdiyinizə görə. Mən bir dənə bilmək istəyirdim ki, mənə paylaşıma icazə verə bilərsiniz slaytlarımı? Bu yazır ki, imkan yoxdur. Bir dənə zəhmət olmasa mənə icazə verin. Xəyal müəllim. İcazə verilir. Hələ icazəm yoxdur. Xəyal müəllim icazə verə bilirik. Deyəsən şəkil də çəkməyə icazə yoxdur heç kəsə. Burdan skrin eləməyə də icazəmiz yoxdur. Əgər mümkün olsa həmin icazələri verərdiniz bizə. Salam Aygün xanım, veririk. Bir dəqiqə gözləyin. Əlbəttə ki, şəkilə də icazə var. Aha. Bir dəqiqə gözləyin, bizim orqanizatorumuz icazə verir. Yaxşı. Bilirsən Aygün. Hı. Mənə gəlməsin bura. Yaxşı. Buyurun Aygün xanım, buyurun, icazə verildi. Məndə hələ göstərir ki, icazə yoxdur. Hələ imkan yoxdur. Paylaşa bilmirəm. Belə slaydsız danışa bilərəm, əgər vaxt gedirsə. Əziyyət olmasa Aygün xanım, siz başlayın danışmağa, ona kimi bizdən icazə olacaqdır. Siz başlayın. Aha. Bismillahirrahmanirrahim. Həst kelidə dərə gənci həkim. Nizami Gəncəvinin Sirlər Xəzinəsi belə bir beytlə başlayır. Bismillahirrahmanirrahim. Hikmət xəzinəsinin qapısının açarıdır. Bugünkü webinarın təşkilinə görə mən sizlərə öz təşəkkürümü bildirirəm və bugünkü konfransın mövzusu çox maraqlı bir mövzuya həsr olunmuşdur. Nizami və fəlsəfə. Nizami Gəncəvi haqqında çox danışmaq olar. O doğrudan da deməli təkcə ədəbiyyat deyil, elmin bütün sahələrini çox gözəl bilən bir insan olmuşdur. Həm dünya elmləri, həm dini elmlərdən xəbərdar olmuşdur və onun yazdığı əsərlərə əsasən görmək olar ki, Nizami Gəncəvi doğrudan da ensiklopedik bir biliyə malik olan dahi şair olmuşdur. Və ədəbiyyat sahəsində çox nadir adamlara rast gəlmək olar ki, özlərindən sonra hansısa məktəb yaratsınlar və Nizami Gəncəvi təkcə öz xəmsəsini yaratmaqla deyil, həm də özündən sonra böyük bir məktəb yaradan duha kimi həm şərq ədəbiyyatı, həm də dünya ədəbiyyatı xəzinəsinin incilərindən biri kimi tarixə düşmüşdür. Ona görə də belə bir böyük elmə, ensiklopedik biliyə malik olan şairimizin
əsərlərini oxuyandan sonra hətta demək olardı ki, Nizami Gəncəvinin özü böyük filosof olmuşdur və filosof da məncə təkcə yaranış, insan, varlıq, dünya, kainat haqqında fikirlər yürüdən deyil, eyni zamanda bunların insanın nicat tapması üçün onlara yol göstərən bir insan kimi təqdim oluna bilər. Və bugünkü konfransın Nizami və fəlsəfə adlandırılması da yəqin ki, təsadüfi deyildir. Çünki Nizaminin özünə məxsus olan böyük bir fəlsəfəsi vardır. İndi bu fəlsəfənin necə formalaşması, Nizaminin bu fəlsəfi fikirlərə necə gəlməsi haqqında təbii ki, burada geniş şəkildə danışmağa o qədər də imkan yoxdur. Amma mən qeyd etmək istəyirəm ki, Nizami Gəncəvinin fəlsəfi düşüncələrinə, fikirlərinə baxanda təkcə onunla məhdudlaşmamaq, onun yaşadığı dövrdən əvvəlki şərq filosofları, ondan sonraki filosoflar və yaxud şairlərin əsərlərini kompleks şəkildə araşdırmaq lazımdır. Nizami Gəncəvinin xəmsəsi, yəni beşliyi 5 böyük əsərdən ibarətdir və həmin əsərlər Sirlər Xəzinəsi, 7 Gözəl, Leyli və Məcnun, İskəndərnamə və Həft Beykər, Leyli və Məcnun və bir də Xosrov və Şirin əsərləridir. Bu əsərlər haqqında indi təbii ki, hamımız bilirik, məsnəvi janrında yazılan əsərlərin özlərinin strukturu ilə bağlı xüsusiyyətləri olmuşdur. Yəni təkcə Nizami deyil, digər şairlərin də məsnəvi janrında yazılan əsərlərinə biz baxdıqda görə bilərik ki, bu əsərlərin başlanğıcında digər əsərlərdən fərqli bir mövzulara toxunulur. Yəni həmin mövzular mən qeyd etmək istəyirəm ki, Allahın minacatdır, sonra peyğəmbərin nətidir, yəni peyğəmbərin gözəlliklərinin vəsfidir. Eyni zamanda peyğəmbərin meracı ilə bağlı olan hadisələrin təsvir olunmasıdır. Və burada Nizaminin əsərlərində minacat, merac və nətlərin ümumi sayına gəldikdə isə Sirlər Xəzinəsində bunların sayı 9, Xosrov və Şirində 5, 7 Gözəldə 3, Leyli Məcnunda 3, İskəndərnamədə isə birində 4, digərində isə 3-dür. Yəni bunlar haqqında biraz da dəqiq məlumat vermək üçün qeyd etmək istəyirəm ki, məsələn Sirlər Xəzinəsində 9 hissədən ibarətdir. Birinci hissə Ağaz-ı Soxən, yəni sözün başlanğıcıdır. Sonra Bəxş-i Dovum, ikinci hissəsi Menacat-ı Əvvəl, yəni Allaha birinci minacat, digəri Allaha ikinci minacat. Sonra Dərnət-i Rəsul-i Əkrəm, yəni Peyğəmbərimizin məthində deyilmiş sözlər. Nət ərəb sözüdür və bizim dilimizə tərcümə olunanda xüsusiyyətlərin, insanın sifətlərinin vəsfində yazılmış olan şeirlərə deyilir. Digəri isə Merac haqqındadır və daha sonra Nət-i Əvvəl, Dovum, Sevvum, Çaharum kimi davam edir. Yəni Peyğəmbərin vəsfində yazılar. Və yaxud digər bir əsərdə 7 Gözəldə, yəni Həft Beykərdə birinci hissə adlanır Benam-ı İzzəd-i Bəxşayəndi, yəni bağışlayan Allahın adı ilə, burada Allaha minacatdır. İkinci hissəsində Dərnət-i Peyğəmbər Əkrəm, yəni Peyğəmbərin məthi və üçüncü hissəsi Merac-ı Peyğəmbər Əkrəm adlanır, Peyğəmbərin meracı haqqındadır. Və mən istəyərdim ki, Leyli və Məcnun əsərinin başlanğıcında olan həmin o minacatdan bir hissəni oxuyum və sonra sözlərimə davam elətdirim. Leyli və Məcnun əsəri belə başlayır. Ey namə to behtərin sərağaz, binamə to namə key konəm baz. Yəni, ey sənin adın ki, ən yaxşı, ən gözəl başlanğıcdır. Sənin adın olmadan mən yazmağa nə vaxt başlaya bilərəm? Ey yad to munəsə rəvanəm, Coz namə to nist dvər zəbanəm. Ey sənin zikrin, sənin xatırlanman mənim ruhumun dostudur. Sənin adın olmadan mənim coz namə to, yəni sənin adından başqa mənim dilimdə heç bir şey yoxdur. Bu Allaha münacatıdır Nizaminin. Ey kargoşayı hərçə həstənd, namə to kilidi hərçə bəstənd. Ey hər nə olanın çətinliklərini həll edən. Sənin adın hər bir çətinliyin açarıdır.
ey hiç xətti nə geçdə zəvvəl, bi hüccət nam to musəccəl. Ey heç bir xətt, heç bir yazı əvvəldən sənin adının səbəbi hüccəti olmadan yazıya köçürməmişdir. Ey həst konu əsası həsti, kutəh zədərət derazdəsti. Ey varlığın əsasını var eləyən, kutəh zədərət derazdəsti, yəni sənin qapından uzun dil uzatmaq həmişə qısa olar. Yəni bu Allahın münacatında Nizami Gəncəvinin yazdığı ən gözəl münacatlardan biridir. Və indi istəyirdim ki, bu Merac hadisəsi haqqında bir qədər məlumat verim. Bildiyimiz kimi İslam dinində Quran-ı Kərimdə İsra surəsinin 1-ci ayəsində Merac hadisəsinə işarə olunmuşdur və həmin o ayənin tərcüməsi belədir ki, dəlillərimizdən bəzisini ona, yəni Peyğəmbərə göstərmək üçün öz qulunu gecə vaxtı Məscid-ül Həramdan ətrafında xeyir-bərəkət verdiyimiz Məscid-ül Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən o eşidəndir, görəndir. Nizami Gəncəvi öz əsərlərində həm Peyğəmbərin məthində, həm də onun Meracı hadisəsinə çox geniş şəkildə toxunmuşdur. Yəni onun hər 5 əsərində bu Merac məsələsi mövcuddur. Düzdür, Merac haqqında bəzi ilahiyyatçıların fikirləri müxtəlifdir, amma mən şərq fəlsəfəsində və Nizaminin özünün yazdıqlarına əsasən bu Merac məsələsinə necə baxmasını istəyərdim burada qeyd eləyəm. Ümumiyyətlə Merac sözü ərəb sözüdür. Onun mənası da göyə qalxmaq, yüksəlmək deməkdir. Hətta o oruç sözü ki biz istifadə eləyirik, o da Merac sözündəndir. Yəni yüksəlmək, qalxmaq mənasını bildirir. Orada əhvalat belədir ki, Həzrəti Muhammed Buraq adlı əfsanəvi heyvanın belində Məkkədən Qüdsə, oradan da səmaya ecazkar səyahətlər eləyir və burada qeyd olunur ki, bəzi ilahiyyatçılar deyirlər ki, bu cismən olmuşdur, bəziləri isə qeyd edirlər ki, bu ruhan olmuşdur və Meracın lüğəvi mənası da çıxmaq, yüksəlmək mənasını bildirir. Və indi biz bu məsələyə qeyd etmək istəyirik ki, Nizami Gəncəvi öz əsərlərində kimin Meracı getməsi məsələsinə vurğulamışdır. Əlbəttə ki, bütün yəni irfan alimlərinin, şairlərinin tanıdığı kamil insan simvolu olan Peyğəmbərimizin. Yəni bu hadisə həm Quranda qeyd olunması göstərir ki, belə bir hadisə baş vermişdir. Həm Nizami Gəncəvinin öz əsərlərində bu məsələyə toxunması, ətraflı şəkildə onlardan bəhs eləməsi göstərir ki, həqiqətən belə bir hadisə baş vermişdir. Eyni zamanda Nizami Gəncəvinin bu Meracnamə əsərini, Meracları özündən əvvəl və sonra özündən sonra yazılmış bir çox əsərlərə də demək olar ki, çox geniş təsir eləmişdir və mən onlar haqqında da biraz məlumat vermək istəyirəm. Qeyd etmək lazımdır ki, yəni artıq 10-cu əsrdən etibarən şərq fəlsəfəsində Əbu Əli Sina adında böyük bir filosof meydana gəlmişdir. Düzdür, onun çox böyük əsərləri vardır. O həm filosof, həm həkim olmuşdur, təbib olmuşdur. Amma onun qısa həcmli, amma mənası çox dərin olan fəlsəfi əsərləri olmuşdur. Həmin əsərlərdən biri də Risalətü Teyr əsəridir. Yəni Quşların Risaləsi adlanır. Nə üçün bu əsəri qeyd etmək istəyirəm? Nizami Gəncəvidə əgər Meracı Peyğəmbəri nəzərdə tutulursa, Əbu Əli Sinanın əsərində isə qeyd olunur ki, haqqı axtarmaq istəyən hər hansı bir salik son anda, yəni salikin ruhunu quşa bənzədir. O bu dünyadan qırılıb və məna aləminə gedə bilər. Yəni belə bir şeyin mövcudluğu hətta Nizamidən qabaq Əbu Əli Sina tərəfindən də göstərilmişdir. Qeyd etmək lazımdır ki, Əbu Əli Sinanın özünün də fars dilində qələmə aldığı Meracnaməsi var. Bundan əlavə Muhyiddin Ərəbi Əndəluslu filosofdur, həm də arif olmuşdur. Onun da Peyğəmbərin Meracına həsr olunmuş Meracnamə əsəri vardır. Yəni bu əsərlər göstərir ki, Peyğəmbərin Meracı hadisəsi düzdür, ədəbiyyatda və yaxud bir çox fəlsəfi əsərlərdə bir simvol olaraq göstərilir, amma eyni zamanda bunun reallığı da mövcuddur. Reallıq da ondan ibarətdir ki, hər bir insan bu dünyanın
zəncirlərindən qırılıb və məna aləminə getmək iqtidarında ola bilər. Onun nümunəsi də kamil insan olan Həzrəti Muhammedin timsalında göstərmək olar. Yəni bütün bunlara əsasən mən qeyd etmək istəyirəm ki, həmin bu Risalə-i Teyrin təsiri ilə sonradan ədəbiyyatda, yəni sufi ədəbiyyatında, irfan ədəbiyyatında başqa daha onlarla risalələr yazılmağa başladı. Həm deməli fars ədəbiyyatında, həm türk dilli ədəbiyyatda və bunların sayı demək olar ki, çoxdur və onların sayının hardasa 35-36-ya qədər olduğu göstərilir. Əhməd Qəzali, Məhəmməd Qəzali, sonra Eynuquzat Həmədani, sonra Fəridəddin Əttar Məntiqü Teyr əsərini yazıb, Əlişir Nəvainin Məntiqü Teyr əsəri. Bunlar bir daha göstərir ki, həmin o Quranda deyildiyi, Nizaminin öz xəmsəsində qeyd etdiyi Merac hadisəsinin bu risalələr vasitəsilə, quşlar haqqında olan risalələr vasitəsilə çatdırılmasından ibarətdir və bu əsərlərdə şairlər, filosoflar hərəsi özünə uyğun olan bir şəkildə öz düşüncələri şəklində bu hadisələrin gedişatını təsvir etmişlər. Yəni insanın hansı maneələrdən keçməsi, hansı maneələri aşdıqdan sonra məna aləminə çata bilməsi haqqında məlumat vermişlər. Və bir məsələni də qeyd etmək istəyirəm, çox maraqlı məsələlərdən biridir. Deməli, Merac hadisəsində Cəbrail əleyhissalam peyğəmbəri, yəni Meraca getməsi haqqında əmr gəldiyini bildirir və müəyyən bir müddətə qədər getdikdən sonra Cəbrail əleyhissalam artıq deyir ki, mənim ondan o yana getmək icazəm yoxdur. Yəni bunların hamısı qeyd etdiyim kimi 7 gözəl əsərində də peyğəmbərin Meracı haqqında olan hissədə də öz əksini tam şəkildə tapmışdır və bundan sonra peyğəmbər artıq özü yoluna davam elətdirmək məcburiyyətində qalır. Bu bir daha onu göstərir ki, insan, yəni bu bəşər övladı ən kamil varlıqdır və hətta mələklər belə onun gedə biləcəyi yerlərə gedə bilmirlər. Mələklər üçün hansısa bir hüdudlar təyin olunmuşlar, amma insan bu hüdudlardan da çox kənara çıxa bilən bir varlıqdır və Həzrəti Muhammedin timsalında da digər əsərlərdə bunu görə bilərik. Və mən eyni zamanda 7 gözəl əsərində həmin bu dediklərimin ifadəsini istəyirəm sizin diqqətinizə çatdırım. Çox təəssüf edirəm, bunlar hamısı slaydlar şəklində mən yazmışdım və sizə göstərmək istəyərdim. Da imkan olmadığına görə elə belə oxuyuram sizin üçün. Ey Nizami cahanpərəsتی çənd, بربلندی برای پستی چند، کوش تا ملک سرمدی یابی وان ز دین محمدی یابی، عقل را گر عقیده